Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, demək, hörmətli izləyicilər, demək, DSK yolu ilə Ağsarayın düz ortasında yerləşir. Nəzərinizə çatdırıram, 91 marşrutuna da yaxındır. 92-170 marşrutlarına da yaxındır. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər İznik ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim eləyəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, gördüyünüz kimi ev hardasa 2 sotun içində inşa olunub. Ev 10-12-yə tikilən evdir. Böyük bir evdir, otaqları genişdir, tam təmiridir, əşyalı satılır. Bunu da nəzərinizə çatdırım. Həyətinə rahat 2 maşın daxil ola bilir, rahat. Hələ üçünü də salmaq olar. Bura giriş darvazasıdır, gördüyünüz kimi də evin xarici görünüşü də. Enindən bəllidir ki, ev yəni hardasa 10-12-yədir. Ev sahibi aşağıda burada belə bir yay mətbəxi yaradıb. Yayda zətdə oturmaq üçün belə bir şərait yaradıb. Qaraj hissəni ləğv eləyib. Burada bir yaradıb. Ev əşyalı satılır. Bir dənə elektronikləri götürəcək ev sahibi. Gördüyünüz kimi evdə nə varsa, həyətində, burada qarajda nə varsa, hamısı evin içində qalacaq. Burada bu hissəsi var. Artıq əşyalar yığmaq üçün zirzəmi hissəsidir. Fundamenti zadı vurulub. Yaşayışlı evdir. Bir neçə ilin evidir. Oturmuş evdir. Gördüyünüz kimi, hörmətli izləyicilər, bu hissəsindən tanış olduq. Qalxırıq xuara, evin içi ilə tanış olaq. Kombi sisteminə zadından hamısı təhsiz olunub, bunu da nəzərinizə çatdırın. Həyəti bir dənə də yuxarıdan belə ətraflı çəkirəm, diqqətlə baxın genişliyinə. Rahat 2-3 maşın daxil ola bilər. Qalxırıq, bax buradan geri daxil oluruq evin. Dəhlizi 2 metrdir eyni. Rahat 2 metr var. 2 metrdən də bəlkə biraz çox olar. Evin dəhlizinin genişliyinə söz ola bilməz. Bax, evin təmiri də gözəldir. Zövqünə təmir olunub. Ağ aboylardan, açıq aboylardan, ağ qapılardan istifadə olunub. Girən kimi, bura qonaq otağıdır. Burada elektroniklərdən başqa bütün mebellər evin içində qalacaq. Qiyməti də sonda deyəcəm. Mebellər hamısı sağlam vəziyyətdədir. Demək olar, təzə vəziyyətdədir. Bunu da nəzərinizə çatdırım. Bura mətbəx hissəsidir. Mətbəxi də gördüyünüz kimi təmirlidir. Elektroniklər götürüləcək, nəzərinizə çatdırım. Mebelləri təzə yığılıb, təzə deyəndə yəni sağlam vəziyyətdədir. Amma mebellər qalacaq, elektroniklər götürüləcək, yenə nəzərinizə çatdırım. Qapılar bahalı, qapılardan istifadə olunur. Burada bir geniş uşaq otağıdır, baxın. Hələ uşaq otağı haradasa 10-12 kvadratdır. Böyüdür, yəni hərdə 12-dən də bəlkə böyüdür. Mebelləri, demək olar təzədir, hörmətli izləyicilər. Ev, yenə deyirəm, əşyalı içi dolu satılır, bir dənə elektroniklərdən başqa. Burada uşaq otağıdır, bir dənə də. Yataq otağı deyək, ən azından indi burada uşaq yatır deyəsən. Gördüyünüz kimi, burada mebelləri zaten, hamısı nə varsa evin içində qalır. Evdən də arxadan, görürsünüz, məsafə var. Haradasa bir 2 metrdən çox evin arxasında məsafəsi var. Sonda burada bir yenə yataq otağıdır. Otaqlar da genişdir. Bu da haradasa 3.20-nin 5 metr olar. 15 kvadratda bir haradasa otaqlardır. Elə parçlı, demək ki, bu otağla ikisi eynidir. Hələ biraz bəlkə biraz böyüdür. Hələ bu 5.50 zad olar. Otaqları genişdir, ürək açandır. Sonda bura evin sanuzel hissəsidir. Gördüyünüz kimi bu hissəsi də duş kabinası, modatırı, gördüyünüz kimi hamısı qaydasındadır. Hörmətli izləyicilər, kimdən evin satmaq istəyirsə 055-389-3808 nömrəsinə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər.
Sənədi, bələdiyyə sənədidir, arxivli sənəddir. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Evin qiyməti 155 min start qiymətdir. Real alıcı olsa indirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son söz, hörmətli izləyicilər. Ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin. 155 min start qiymətdir. Əşya